Salam dostlar her birinize. Bugün güzel bacımız Könül'ün ehsanını verdiler. Orada bir hanım gelip, Leyla adında deyəsən pilates müəllimiymiş. Gəlib deyib ki, icazə verin mən yasın, hesabını bağlayayım gedim. Qardaşı deyib ki, bizdə elə adət yoxdur. Nəsildə, yəni özümüz var ikən, kimsə bizim hesabı bağlamamalıdır. Eğer yardım eləmək istəyirsənsə balasına et. Orada siyahı var, qeyd elə. Bunu niyə deyirəm? Mən tanımıram o qız kimdir. Könül öldü. Ama Könül sayesinde iki elə gözəl qızla tanış oldum. Elə belə ürəkli, elə gözəl insanlardan. Biri ARB Xəbər 24'də işləyir, biri Gömrükdə. Ben başa düştüm ki, Könül sayesinde elə özümüz kimi insanlar gördük. Bəzən deyirəm, əşhər neyinirik ki, eləməliyik, elədik də. Amma sonra baxıram, görürəm ki, doğma əmoğlu, dayıoğlu, xalaoğlu, bibioğlu, qardaş, ata bəzən insana sahib çıxmır. Yadlar gəlir, sahib çıxır. Könülün qızını axşam yeni klinika qəbul elədi. Yəqin ki, xəbəriniz var. Yeni klinikada reanimasiyada heç yer yox idi. Yəni elə kritik vəziyyətdə Barat doktor bizim dadımıza yetdi. Allah onun balalarını saxlasın. Allah ona heç dar gün qismət eləməsin. Yorulmadan, mən eşitmişəm Barat həkimi xasiyyətini. Axşam 9'dan sonra telefonu götürmür, bəzi şeylər. Can, çox sağ olun. Özüm də xəstəxanadayım, referansda toparlanıram. Nə etdiyimi tam izah eləmirəm, çünki nəticə olanını bildirəcəm. Demək, Barat həkim bilir, eşitmişəm ki, saat 9'dan sonra heç kimin telefonunu götürmür. Həm də yəni rahatlığına düşkün adamdı da. Onunla bərabər gecə saat 2'ye qədər bizdən məşğul oldu. Onu ora, bunu bura, qeydiyyat. Biz çatana qədər artıq xəstənin qeydiyyatı olmuşdu. Çox sağ olsun, çox minnətdarıq. Bugün də ehsanını verdik. Hə, gecə Lamiyəyə, üzr istəyirəm, Ləmana, gecə Ləmana, demək, drenaj açılıbdır. Xırda bir əməliyyat olub gecə. Drenaj açılıb bugün saturasiya 90 deyəsən, deyirsə 97 dedilər, 90 dedilər, belə dedilər. Yadımdan çıxdı. Saturasiya yaxşıdır yəni. Qız özü güclü qızdır. Çünki gördüm, bilinci yerindədir. Sadəcə olaraq anasının dünyadan köçdüyünü bilmir. Bilmirəm nə tər qarşılayacaq, nə qədər ağır olacaq. Amma bilirəm ki, ayılmağa qoymurlar. Elə özünə gələn kimi yatırdılar ki, faciəsini dərk eləməsin. Ümid edirəm, ürəyim çox sakit. Ümid edirəm ki, gələcək özünə. Dualarınızı əksik eləməyin. Allah sizi qorusun. Bugün ehsanda siyahı qoyulmuşdu və hamıya bildirildi ki, biz ehsan üçün qoymamışıq bu siyahını. Dostlar oradaydı. Biz bunu qoymuşuq, birdən Ləmana nəsə lazım olar deyə toplansın. Belə, vəziyyət hələ ki belədir.